Türkiyə-Azərbaycan Universitetində hazırda ümumilikdə 174 tələbə təhsil alır. Bunu universitetin tədris şöbəsinin müdiri Günel Teymurova Türkiyə-Azərbaycan Universitetində infatur çərçivəsində çıxışı zamanı bildirdi. Onun sözlərinə görə cari tədris ili üzrə qəbul olunan tələbələrin sayı 92, ötən il qəbul olunan tələbələrin sayı 82 nəfər olub. Cari tədris ili üzrə Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 674,3, sənaye mühəndisliyi ixtisasında ən yüksək bal 654,4, qida mühəndisliyi ixtisasında ən yüksək bal 553,6 olub. Türkiyə-Azərbaycan Universiteti çətir universitet modelidir. Azərbaycan tərəfi torpaq, bina, laboratoriya, avadanlıq kimi maliyyə və texniki imkanları təmin edir. Türkiyə tərəfi tədrisin keyfiyyəti, proqramların təşkili, 8 semestrlik tədris planının icrası ilə məşğuldur. Belə ki, bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Burada tədris kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin, sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin, qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramlarına uyğun aparılır. Türkiyə-Azərbaycan Universitetinin Azərbaycan tərəfdən tərəfdaşı Azərbaycan Texniki Universiteti sayılır. Türkiyə-Azərbaycan Universitetində təhsil dövlət hesabınadır və tədris ingiliscə həyata keçirilir. Universitet tələbələrinin akademik ingilis dili bacarıqları Orta Doğu Texniki Universitetinin aparıcı mütəxəssisləri tərəfindən inkişaf etdirilir. Proqramları uğurla bitirənlərə həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim olunur və bu məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış deməkdir. Her yıl kazanan öğrencilerimizi mutlaka bir hafta oryantasyon programına kendi üniversitelerine Türkiye'ye götürüyoruz. Orada kendi bölümlerini tanıyorlar, kendi hocalarını, oradaki arkadaşlarıyla tanış oluyorlar. Çok yönlü bir hazırlık oluyor onlar için eğitimlerine. Biz fazlasıyla praktika eğitimine dayalı bir mühendisliğiz. Yani hem mühendislik derslerimiz var, hem kimya, hem mikrobiyoloji derslerimiz var. Ama bunun yanı sıra her fennin ayrıca laboratuvar uygulaması, praktikası vardır. O yüzden de bir hayli zor bir eğitim, pahalı bir eğitim. Ancak bizi bu farklılığı yaratmak üzere Azerbaycan'a davet etmişlerdi. Bunun bilincindeyiz. Buradaki eğitim programlarıyla da çok güzel ilişkilere girdik. Bir gıda platformu kurduk. Öncelikle körükılımı değiştirerek çağın, dünyanın gereğini yapmak üzere, yenilemek üzere bir faaliyet içindeyiz şu anda. Burada öğrenciler ilk geldiklerinde bizim İngilizce eğitimimizi almak zorundalar. İngilizce seviyesi iyi olan öğrenci eğer bizim hazırlık atlama sınavından geçerse direkt birinci kurstan derse başlayabilir. Ama İngilizce seviyesi yeterli değilse biz onları bir seviye tespit sınavına koyarız. O seviye tespit sınavından sonra kendi seviyelerine göre derslere girerler. Mesela şu arkamda gördüğünüz tedris otağında en düşük seviye öğrencileri var. Hemen bu taraftaki benim önümdeki sınavda ikinci seviye, arka taraflarda da üçüncü ve dördüncü seviye öğrencilerimiz var. Biz sadece hazırlık dersi vermiyoruz. Aynı zamanda birinci kurs ve ikinci kursta da akademik İngilizce derslerimiz var. Bu akademik İngilizce derslerinde öğrencilere yayın yapmaları için gerekli olan işte citation yani referans verme, farklı kaynaklardan çalışarak onları sentezleyerek akademik bir üretim yapma gibi becerileri öğretiyoruz. Öğrencilerimize her bakımdan destek oluyoruz. Mesela yazın şimdi ikinci sınıf öğrencilerimiz yaz stajı yapacaklar. Türkiye'ye götürmeye çalışıyoruz. Rektörümüz de destek oldu. Şu anda Türkiye'deki bağlantıları yapıp mesela bu bizim için bir avantaj. Yani çok kolay bir şekilde alıp Türkiye'de staja götürebileceğiz. Orada ODTÜ'nün, Hacettepe'nin, İTÜ'nün yurtlarında kalabilecekler. 674.3 balla Türkiyə-Azərbaycan Üniversitetinin kompüter mühəndisliyi ixtisasına daxil olmuşam. Belə ki, Türkiyə-Azərbaycan Üniversitetində Türkiyənin qabaqda gedən ODTÜ, İTÜ və Hacettepe Üniversitetlərindən ikili diplom proqramı aparılır, amma bu Azərbaycanın digər üniversitetindən fərqli olaraq ikili diplom olaraq yox, iki diplom olaraq
verilir. ODTÜ-nün kompüter mühəndisliyi diplomunu və TAUN-un burada hazır Azərbaycan kompüter mühəndisliyi diplomunu alası. Qeyd edək ki, universitetin yaradılması ilə bağlı anlaşma memorandumu 2024-cü il fevralın 19-da Ankarada hər iki ölkənin prezidentlərinin iştirakı ilə imzalanıb.